Salam dostlar, mən İntizam. Bugün sizə zəif kompüterlərdə rahat işləyən 5 əla oyun göstərəcəyim. FPS düşməyəcək, əyləncə isə bol olacaq. Başlayaq. Birinci oyunumuz Limbo. İlk oyunumuz Limbodur. Qara ağ tərzdə hazırlanıb və çox yüngül bir oyundur. Burada sükut və gizli atmosfer var. Hər addımda nəsə qorxulu və maraqlı baş verir. Oyun çox sadə görünür, amma içində çoxlu tapmaca və sirlər gizlənib. Ən yaxşı tərəfi odur ki, kompüterinizdə çox az yer tutur və zəif maşınlarda da problemsiz işləyir. Əgər həm sakit, həm də biraz qorxulu oyun axtarsınızsa, Limbo tam sizlikdir. Undertale. İkinci oyunumuz Undertale'dir və böyük ehtimalla bunu bir çoxunuz oynamayıbsınız. Retro piksel tərzində çox maraqlı bir RPG oyunudur. Bu oyun çoxlu qərarlar verirsən. Dostların və düşmənlərin olur. Amma fərqli cəhət budur ki, onları öldürməyə də bilərsən. Oyun çox yüngül və zəif kompüterlərdə çox rahat gedir. Məncə Undertale həm hekayəsi, həm də musiqisi ilə oyun dünyasında xüsusi yer tutur. Əgər maraqlı hekayə və fərqli oyun təcrübəsi istəyirsinizsə, bu oyunu qaçırmayın. Brawlhalla. Üçüncü oyunumuz Brawlhalla. Online döyüş janrında bir oyundur. Bu çox rəngarəng və əyləncəli platforma döyüş oyunudur. Həm də çox az sistem tələbi var. Zəif PC-də belə bu oyun qəti şəkildə lag olmadan oynanır. Dostlarınızla onlayn döyüşmək istəyirsinizsə, Brawlhalla çox yaxşı seçimdir. Həm pulsuz, həm də yeni başlayanlar üçün çox dostanızlıdır. Oyunda müxtəlif qəhrəmanlar və fərqli oyun rejimləri var. Ona görə də hər zaman maraqlı qalır. Minecraft, amma düşüyor ayarlarda. Dördüncü oyunumuz Minecraft'dır. Dünya arzında milyonlarla insanın sevdiyi bir sandbox oyunudur Minecraft. Ən zəif kompüterlərdə belə qrafikanı aşağı səviyyə salmaqla Minecraft oynamaq olar. Burada öz dünyanı qurur, tikir və kəşf edirsən. Hər şey sənin əlindədir. Ona görə də oyun çox uzun müddət maraqlı qalır. Yalnızca zəif kompüter sahiblərinə yox, həm də yaradıcı olmaq istəyənlərə tövsiyə edirəm. Stardew Valley. Və son 5-ci oyunumuz Stardew Valley-dir. Bu oyun kənd həyatı simülasiyasıdır. Burada fermanı idarə edir, heyvanlarla məşğul olursan, balıq tutursan və kənddəki insanlarla dostluq edirsən. Qrafikası sadə, amma oyun özü çox zəngin və rahatdır. Zəif kompüterlərdə problemsiz işlər və çoxlu insanın sevdiyi oyunlardan biridir. Əgər sakit, amma maraqlı oyun istəyirsinizsə, Stardew Valley-i sınayın. Bəyəndinizsə like atıb və abunə olun. Daha çox oyun tövsiyəsi üçün kanalı izləməyə davam edin. Sağ olun.